hər halda bu görüşdə heç bir saziş imzalanmamalıydı. Çünki burada söhbət səfirliklərin açılmasından gedir. Çox maraqlı vəziyyət yaranıb. 2001-ci ildən demək olar ki, yüzlərlə diplomat həm Moskvadan, həm Vaşinqtondan qovulub. Yəni, demək olar ki, səfirliklər işləmirdi, fəaliyyət göstərmirdi. Deməli, bax, bu münasibətləri bərpa etmək lazım idi. Diplomatik səviyyə bir sıra məsələlərə aydınlıq gətirə bilər. Çünki əgər diplomatik səfirliklər fəaliyyət göstərirsə, deməli, münasibətlər, ünsiyyətlər var. Deməli, digər məsələlərdə müzakirə oluna bilər. Və bu çox problemli bir məsələ idi. Çünki hər tərəfin öz şərtləri, tələbləri var idi. Və mən düşünürəm ki, bu 6 saat yarım gedən danışıqlar zamanı tərəflər müəyyən razılığa gəliblər. Hər halda O razılıq dediyiniz nələrdə ola bilər Fikrət bəy? O razılığa gəliblər dediniz müəyyən məsələlərdə. Təbii ki, təkcə bu diplomatik korpusun fəaliyyəti ilə bağlı məsələ olmaya bilər. Başqa nələrdə razılığa gələ bilərlər? Mən düşünmürəm ki, bunlar digər məsələləri ciddi şəkildə müzakirə ediblər. Çünki əsas gündəmdə olan məsələ münasibətlərin bərpa olunmasıdır. Biz bilirik ki, Trumpın Ağ evə gələndən sonra yeni xarici siyasət prioritetləri üzə çıxıb və bu Biden administrasiyasından fərqli olaraq artıq Rusiyaya müəyyən jestlər eləyir. Bu təbii ki, bundan sonra Ukrayna məsələsini müzakirə edəcəklər və Ukraynanın da öz şərtləri var. Ukrayna işğal olunmuş dövlətdir. Ukraynanın deməli bir sıra tələbləri ilə hər iki tərəf, yəni ABŞ, Rusiya hesablaşmalıdır. Çünki onlar başa düşməlidir ki, Ukrayna hədəfdir. Ukrayna əsas Rusiyanın hədəfi olub bu 3 il ərzində. Və mən düşünürəm ki, yeni görüş, yeni danışıqlar müəyyən bu məsələyə aydınlıq gətirə bilər.